Salamlar, axşamınız xeyir olsun. Necəsiz? Özümüzü necə hiss edirik? Chat hissəsinə yazaq. Ümumiyyətlə nəyə edə bildiniz, nəyə edə bilmədiniz, nəyi çatdırdınız, nəyi çatdıra bilmədiniz? İstəyirəm ki, mənimlə bölüşəsiniz. Bu gün vebinarın son günüdür. Suallarınız varsa yekun olaraq suallarınızı cavablandırın. Çünki artıq şəxsidə suallara cavab verə bilməyəcəm, təəssüf ki. Ona görə vebinardan yaxşı mənada istifadə edin. Suallarınız varsa yazın. Bir çox insan düzdür, məndə şəxsidə suallar yazıb. Mən indi keçəcəm slayda, amma slayd təqdimatından əlavə ə, çox sağ olun. Düşüncəlisiniz. Siz necəsiz? Ümumiyyətlə, gəlin belə bir şey deyim. Biraz da mini söhbət kimi olsun. Əslində bir insana soruşmaq ki, necəsən deyəndə insan çox zaman duyğularını bağlayır. Amma özünü bu gün necə hiss edirsən demək, mən səni önəmsəyirəm, səndən empati qururam deməkdir. Aha. Ümumiyyətlə, mən bir şey müşahidə elədim. Həqiqətən çox insan öz üzərində işləmək istəyir, şəxsi inkişaf qurmaq istəyir, amma çox insan da öz-özünü aldadır. Yəni hətta belə deyək də, ödənişsiz belə nəyisə sunursan, qoyursan qabağına ki, gəl elə, gəl işlə, gəl texnikanı elə. Düzdür, mən heç kəsi qınamıram, bir günə çətindir çatdırmaq. Ona görə də axşamınız xeyir olsun. Ona görə də bir həftə, yəni bir həftə deyil, 5 gün vaxt vermişəm ki, ən azı belə deyək, öz üzərinizdə işləyəsiniz, texnikanı eləyəsiniz, çalışmaları eləyəsiniz. Yəni ona görə 5 gün vermişəm ki, mən başa düşürəm ki, 2 günə insan nəyisə çatdıra bilmir, iş həyatı, şəxsi həyatınız və plus gecə vaxtı qoşulmaq. Yəni həqiqətən təbrik edirəm bu qoşulanları, çatdıranları. Bu əladır, amma çatdırmayanlar da anlayışla göstərirəm. Amma yenə də baxıram ki, bir tık insanlar var ki, həqiqətən yəni ödənişsiz belə sunulan bir şeylərdən belə yaxşı mənada istifadə edib nəticə ala bilmir. Çünki niyə görə? Şuuraltısı, psixası buna hazır deyil. Baxın, ona görə bəzən məsələn çox vaxt məsələn bir çox insanlar deyir ki, elə psixoloqun qəbulu ödənişsiz olsun, hər şey ödənişsiz olsun. Baxın, ödənişsiz olunan bir şeylərdə bəzən insan yararlana bilmir. Ona görə mən həmişə deyirəm ki, məsələn mən mənəvi həyatları belə götürüb sizə ödənişsiz versəm, inanın ki, heç kəs ora keçid eləməz. Çünki mən istəyirəm ki, ehtiyacı olan insan ora keçid eləsin. Ona görə də orada alma-vermə balansı var ki, artıq həqiqətən mənim ehtiyacım varsa keçid eləyim. Yəni ehtiyacım yoxdursa, bunu etməyimə ehtiyac yoxdur. Bu gün mən sizlə, bilmirəm diaqnostikaya baxmısınız ya yox, baxmamısınızsa birinci dəyərsizlik workshopuna, daha sonra diaqnostikaya, sonra texnikalar, sonra praktik çalışmalara baxın. Bəziləriniz mənim şəxsimə mesaj yazmışdınız ki, mən filan çalışmanı elədim, filan texnikanı elədim, çox gözəl oxudum. Yenidən fikirləriniz olarsa mütləq şəkildə geri dönüş eləyərsiniz. Bəziləriniz ödənişsiz konsultasiya günü əldə elədi. Bu gün də bir xanımı ödənişsiz, sizə qoşulmamışdan qabaq ödənişsiz konsultasiya elədim. Kim istəsə ödənişsiz konsultasiya üçün də yaza bilər. İlk 15-20 dəqiqə ödənişsiz olur. Sizin probleminizi net şəkildə görürük. Siz bilirsiniz ki, mənlə işləsəz hansı probleminiz üzrə gedəcəyik, məqsədiniz üzrə gedəcəyik. Artıq ona fokuslanıb işləyəcəyik. Bu da sizin üçündür, gələn həftə üçün. Amma cəmi 10 nəfərlik yer ayıracağam. Çünki 10 nəfərdən çox müştəri ilə işləyə bilmirəm. Vaxt məhdudiyyətimə görə, yəni 10 nəfərlik yer gələn həftədən var. Kim istəsə müraciət edə bilər, ancaq təkbətək seanslar üçün 10 nəfərə yer ayıra bilirəm. Bu həftədə doluyam. Okey, mən görüm siz nə yazdınız. Keçim, başlayım təqdimat hissəsinə. Görək nə yazırsınız. Aranızda coach, psixoloq olanlar varsa, ola bilər ki, eyni ixtisas sahibləriyik. Yəni ki, mənə xoş olar öz ixtisas sahiblərimi görmək. Ümumiyyətlə, okey. Yazarsınız şəxsimə, yəni ki, ödənişsiz sessiya ilə bağlı yazın ki, iştirak eləmək istəyirəm. Mən sizə yönləndirim, artıq sizə vaxt təyin edək, başlaya bilərik. Buna görə narahat olmayın. Okey, mən bugün sizlə sujet xəttini itirməyim. Deməli, bugün sizlə belə deyək ki, dəyər duyğusunu və normamıza çevirməkdən danışacağıq. Əgər siz keçən workshoplarda iştirak etmisinizsə, əgər siz praktik çalışmanı elədinizsə, texnikanı işlədinizsə, diaqnostik hissəyə baxdınızsa və plusa bu gün iştirak edirsinizsə, elə bir şey ola bilməz ki, sizin nəticəniz olması mümkün deyil. Mən bugün podkast yazmışdım. Əgər kimsə deyirsə ki, mən nə bilim milyon dənə psixoloqa getmişəm, koça getmişəm, nəticəm yoxdur və yaxud da hamı qınayıcı dildən danışırsa, bu deməkdir ki, yəni həmin insan qəbul edə bilmir ki, mənim məsuliyyətsiz tərəfim var. Mən hansı setapda məsuliyyət götürə bilmirəm. Məsuliyyəti də hansı insanlar götürə bilir? Yəni həqiqətən öz üzərində işləmək istəyən insanlar, hətta
nə qədər maariflənə bilir. Bu gün danışacağım sizlə artıq dəyər hissini özümüzə yeritmək barəsində. Necə edim ki, mən özümü dəyərli hiss edim. Ona görə norma anlayışı. Əslində praktik çalışmanız belə olacaq. Real həyatda bunu eləyəcəksiniz. Birinci mən layiqəm sözünü səsli şəkildə hamı özünə desin. Sadəcə ki, mən layiqəm. Görün özünüzü necə hiss edirsiniz. Məsələn, tutalım ki, siz maşın istəyirsiniz və yaxud da ki, tutalım istirahət istəyirsiniz. Nə bilim, divan almaq istəyirsiniz və yaxud da ki, nə bilim, Türkiyəyə getmək fərqi yoxdur. Nəsə bir şey istəyirsiniz, amma istədiyiniz bir şey olmur. Sadəcə özünüzə səsli şəkildə deyin ki, məsəl üçün, mən xaricə getməyə layiqəm və yaxud da ki, tutalım ki, atıram, mən öz evimə məsəl üçün divan almağa layiqəm. Yəni bəzən insan layiq olmadığını düşündüyünə görə o şeyi ala bilmir, o şeyi eləyə bilmir. Məsələn, çoxunuzun pulu da var, zamanı da var. Amma məsələn deyək ki, istirahət etmək istəyirsiniz. Hər şeyiniz var da deyək ki, pulunuz da var, zamanınız da var. Yəni bilet almağa gücünüz belə çatır, əlaqələriniz belə mümkündür. Amma nə edirsiniz? Layiqlik duyğunuz aşağı olduğuna görə o şeyi eləyə bilmirsiniz. Yəni sanki sizi qoymur, elə bir ilişdirir, qalır. Çünki olmur. Deməli, birinci qaydamız odur ki, norma anlayışı. İstədiyiniz bir şeyi norma halına gətirirsiniz. Təbii ki, bunları texnikalardan sonra etməyiniz və workshopdan sonra etməyiniz daha uyğundur ki, fərqindəsiniz ki, artıq niyə bunu edirik? Çünki bura qədər gəlib çatıb birdən deyəndə ki, nə danışırsınız? Bu sizə biraz çətin gələ bilər. Okay. Deməli, mən bunu nə edəcəm? Normama gətir. Nə istəyirəmsə normama. Məsələn, mən pullu kişi istəyirəm və yaxud da mən, necə deyim, milyonçu olmaq istəyirəm və yaxud da nə bilim, mən xaricdə yaşamaq istəyirəm. Bunu mən özümdə şuur altında norma kimi qəbul etmirəmsə, layiq kimi etmirəmsə, alınmır. Birinci bunu səslə deyəcəyik. Səslə deyəndən sonra baxaq görə burada özümüzü necə hiss edirik. Burada sizi dürtən bir dənə duyğu olacaq. Ya təşvişdir, ya günahkarlıqdır, ya aqressiyadır, ya belə deyək ki, düşünürsünüz ki, yalan var, güvən var. Bu duyğunu çözüb işlədiyimiz an açılır. Yəni beyin olaraq açılır. Düzdür, mən dəyərsizlik duyğusunu belə deyək ki, ümumiyyətlə çox komponentlidir. Sevgisizlikdir, dəyərsizlikdir. Sonra yetərsizliyin hər birini mənəvi həyatlarda geniş şəkildə yazmışam. Kim keçid eləmək istəsə 3 günlük qeydiyyatı açıq qoyacaq. Mənəvi həyatlar kanalı praktikdir. Bugün bir xanım səs atıb ki, mən deyir praktik bir şey istəyirəm. Mənə kurs lazım deyil, bilgi lazım deyil. Deyirəm xanım, sizə kim deyir ki, mənəvi həyatlar kursdur, siz orada dərs keçəcəksiniz. Siz dəyərsizlik workshopunda iştirak edib bəyənmisinizsə, bu 1%dir. Mənəvi həyatları siz 100% bəyənəcəksiniz. Çünki orada boş-boş danışıq yoxdur, nə də ki, orada boş-boş məlumat yoxdur. Orada hər bir şey praktikadır. Yəni praktikdə, hətta onun kitabını belə nəşr eləməyə düşünürəm gələcəkdə. Adı Mənəvi Həyatlar olacaq, müəllifi mən olacağam. İnşallah ki, gələcəkdə kitab halında onu satış assistentləri də verəcəm ki, oradakı hətta audio səs yazılarını da saxlayacağam ki, kimsə istəsəm kitab faylını alıb oxusun, həm də audio şəklində dinləyə bilsin. Çünki hamısı psixoloji məlumatdır. Yəni orada spiritualizm yoxdur, orada belə deyək ki, göp yoxdur, orada yalançılıq yoxdur. Orada psixoloji bir-birinə əsaslanan və hətta mənbələrə də əsaslanan hansısa, yəni belə deyək də sizə, mən adlarını çəkə bilməyəcəm. Hətta 10-15 alim var ki, psixiatr var ki, onların kitablarına istinad olunub mən o mənəviyyatları yaratmışam. Yəni istəsəz sonrakı etapda mənəviyyatlardan sonra mən sizə o kitab önərilərini də tövsiyə edə bilərəm ki, hansı müəlliflərdir. Yəni nəyə əsasə istinad olunur. Yəni boş-boş mənim fikrim deyil, boş-boş nəyinsə fikri deyil, əsaslanmış, elmi təsdiq olunmuş belə deyək ki, psixiatrlar, psixoloqlar, həkimlər tərəfindən belə deyək ki, bir payı da var ki, həmən orada artıq onu psixologiya ilə komponent eləmişəm. Yəni orada praktik əmələ gəlir. Məsələn, deyək ki, çoxunuzun, məsəl üçün, gəlin indi buradan girək, əskik tərəflərinizə baxmaq. Çoxunuz, məsəl üçün, ailə daxili münasibətlərdə çox əskiklik yaşayırsınız. Məsələn, sizin düşünürsünüz ki, münasibət həyatınızda problem var, amma daha dərinə gedəndə daxilən hələ ana və ata obrazınız işlənməlidir. Yəni, buna spirituallıqda, məsələn, eril dişil enerji deyilir, amma psixologiyada belə bir anlayış yoxdur, eril dişil enerji anlayışı yoxdur. Psixologiyada qadın və kişi obrazları, Carl Jung, yəni ki, elmlə getsək, sırf sübutla, məntiqlə bu tərəfləriniz işlənmir. Amma siz münasibəti şəfalandırmağı düşünürsünüz. Amma mən məsələn münasibəti şəfalandıranı ilk öncə daxili qadın və kişi obrazına iş aparılır. O dəngə balanslanır. Məsələn, birinci səninlə terapiyada, məsələn, mənəvi həyatlarda mən bunu edirəm. Birinci biz anatanı möhkəmləndiririk, daxilimizdəki anatanı. Bizim real anata ilə işimiz yoxdur. Onu möhkəmləndirirəm. Daha sonra mən özümü tapıram. Özümü tapandan sonra mən münasibətim avtomatik düzəlir. Yəni mən niyə əziyyət çəkirəm ki, münasibətdə, məsəl üçün, çoxumuz bura. Əskik tərəflərim nədir? Bunu özünüzdə qeyd edə bilərsiniz ki, mənim əskik tərəflərim nədir? Məsələn, aqressiv oluram, başqalarını tez inciyirəm, küsürəm,
və yaxud da istədiyim şeyləri gecə əldə. Baxın, istədiyimiz bir şey niyə gecə əldə edirik? Çünki duyğular bizi basır. Duyğularla da işləmək lazımdır. Məsələn, bir texnika ilə və yaxud da ki, bir sözlə və yaxud da ki, bir praktik çalışma ilə nə isə həll olmur. Məsələn, mənəvi həyatlar məsələn 2 aylıq bir proqramdır, genişdir. Siz orada işləsəz, siz nəticə əldə edə bilərsiniz. Çünki genişdir, formatlıdır, ardıcıldır, belə deyək, sujetli davam eləyir. Siz ora qoşulsaz, nəticə əldə edə bilərsiniz. Çünki davamlılıqdır, çünki biri bir-birinin ardıcıllıqdır. Məsələn, daxili uşağın şəfalanması. Çoxunuz, məsələn, çoxumuz, mən bunu yəni sizə demirəm, özüm də daxil, çoxumuzun məsələn daxili uşağı yaralıdır. Daxili uşaq yaralıdırsa, mən bir kişi ilə necə münasibətə girə bilərəm və yaxud da bir işdə müdirimlə necə münasibətə girə bilərəm və yaxud da mən öz adi məsəl üçün sizlə necə münasibətə girəm? Təsəvvür edin ki, psixoloq oturub qabağınızda daxili uşağı yaralıdır, münasibət həyatı bədbəxtdir, məsələn deyim də, sağlamlığı sıfırdır, sonra özünü dəyərsiz hiss edir. Siz o psixoloqla işləyirsiniz? Yox. İndi təsəvvür edin ki, eyni şey münasibətdə də. Mən özümü dəyərsiz hiss edirəmsə, mənim güvən problemim varsa, mən özümü əzik, yetərsiz, heç nə layiq hiss etmirəmsə, daxilən özümü bastırmışamsa, mən necə münasibət girirəm? Söhbət qarşımdakı insanın yanlış olmasından getmir. Ha, söhbət ondan gedir ki, mənim özümdə nə isə çatmır da. Deməli burada daxili uşaq versiyamla iş lazımdır. Daxili nə lazımdır? Daxili qadın, ana-ata tərəfindən iş lazımdır, psixoloji iş lazımdır. Bunlar möhkəmlənməlidir ki, və emosiyalar, duyğular üzərində iş lazımdır. Mən bunu hamısında salmışam, xüsusən də deməli, xüsusən də şeydə salmışam. Hə, düzəltdik, hə. Xüsusən də mənəvi həyatların hamısının bir-birində gedir o səninlə terapiya hissəsində. Sonra manipulyasiyalar. Tez-tez manipulyasiyalara məruz qalırsınız. Falan kəs məni istifadə elədi. Cinsəl manipulyasiyalar, sevgi aclığı, emosional boşluqlar, ehtiyaclarınızı bilməmək. Məsələn, sizdən qabaq bir xanımla konsultasiya elədim. Xanım konkret olaraq, məsəl üçün də ehtiyaclarını hələ bilmir. Normaldır. Çünki mən ehtiyacımı bilmirəm deyə qarşımdakı insanın mənə aid olub olmadığını seçə bilmirəm. Yəni dəyərsizliyi əslində normal hala gətirmək üçün bizə lazımdır nə? Dəyərli normal. Mən daxili uşağımı şəfalandırmalıyam. Mən daxili qadın və kişi obrazına iş olmalıdır. Mənim şuur altımda ana və atamla bağlı psixoloji narahat edən məsələlər həll olmalıdır. Və mən özümlə dərin bir yol keçməliyəm. Ehtiyaclar, məqsədlər, niyyətlər, həyatımda baş verənlər. Çoxunuz deyirsiniz, unuda bilmirəm. Məni tərk edib içimdə məsələn qalıb duyğum. Niyə görə? Çünki özümü tam olaraq oxum özümdə deyil deyə mən hələ başa düşə bilmirəm ki, mən nə edirəm. Amma biz birinci, yəni mən sizi birinci özünüzə qaytararam, sonra özünüz seçirsiniz ki, mənə bu uyğundur, bu uyğun deyil. Çox insan özünü dəyərsiz hiss edir deyə münasibətdə qalır. Məsələn, dünən sual veriblər. Pullu kişidən asılıyam. Niyə asılısınız? Çünki daxilən sizin dəyərsiz olduğunuzu təsdiq edir. Siz də ona görə qalırsınız ki, uşaq vaxtından, məsəl üçün, özünüzü müəyyən etapda dəyərsiz hiss eləmişsiniz və o duyğunudan təmin olursunuz deyə orada qalırsınız. Məsəl üçün, bunu başqa variantdan da baxmaq olar. Qıcıq olduğumuz tərəflərə baxmaq. Nədə qıcıq oluram? Nədə aqrib? Bunu inteqrasiya eləmək lazımdır. Qıcıq olduğumuz tərəfləri özümüzə birləşdirmək lazımdır, işləmək lazımdır. Aqressiv tərəflər, baxın, nədə aqressiv oluruq, nədə qıcıq oluruq, nədə özümüzü əskik hiss edirik. Əskiklik, qıcıqlıq, aqressiya. Üçü birləşəndə biz güclü şəxsiyyətə yönələ bilirik və daxili qadın və kişi tərəflərimizlə işləmək lazım olur. Bir də qeyd eləmək istəyirəm ki, insan özünü dəyərsiz hiss edəndə avtomatik mən sevilmirəm, avtomatik mən yetərli deyiləm düşüncəsinə gəlir, çıxır və duyğu fonunda bu özünü göstərir və hamısı bir-birindən qarşı xaldadır. Deməli, normallaşına gətirmək üçün mən başa düşməliyəm ki, məndən iş lazımdır. Daxili uşaq versiyam, daxili qadın kişi, daxili mama papa və duyğularla dərin iş lazımdır. Fərdi sessiyada siz birbaşa tək sizlə tetatet, məsələn, mən işləyirəm, psixoloq birbaşa işləyir, artıq o individual. Amma siz, məsələn, mənəvi həyatlara qoşulanda, orada siz özünüzlə işləyirsiniz və sualınız yarananda mənə konkret sual verirsiniz ki, mən bu etabı işlədim, məndə bu yarandı, mən sizi yönləndirirəm. Məsələn, məndə bir xanım var, qoşulmuşdu, 3 ay öz üzərində işlədi, suallarını yazırdı, mən cavablandırırdım. Çünki mən də başa düşürəm, o insan ödəniş ödəyib, qrupa daxil olub, eləyir, sualı yaranır, verir. Çünki tam praktikdir və tam əsaslanır. Yəni, psixiatrların kitablarına əsaslanır, elmi əsaslı bir praktikadır. Yəni, o düşündüyünüz, çoxunuz, məsələn, bilirəm ki, beyninizdə, nə bilim, şey düşünürsünüz, ola bilər ki, spirituallığa qəti aidiyyatı yoxdur, fal deyil, nə bilim, göp deyil, konkret elmi, konkret əsaslı texnikalardır, praktik çalışmalardır, qoşulursunuz, özlərinizdə işləyirsiniz. Yəni, bu həyata bir dəfə gəlmisiniz, niyə görədir bunu etməyəsiniz ki? Yəni ki, məsələn, mənim dövrümdə, bəlkə inanmazsınız,
Mən şəxsi inkişafıma və psixoloji yatırımıma 5000 manata yaxın pul sərf eləmişəm. Bəlkə sizə inandırıcı gəlməz. Baxmayaraq ki, mənim 28 yaşım var. Məsələn, mənim 28 yaşım var, mən özüm psixoloqam, koçam, amma mən özüm belə şəxsi inkişafıma və belə deyək ki, psixoloji belə deyək ki, yaralarımla üzləş 5000 manat mənim pulum gedib məsələn. Amma dəyərdimi? Dəyərdi. Yenə də davam etdirəm, yenə də inkişaf edirəm. Amma çoxumuz kiçik bir məbləği belə, məsələn, mənim sunduğum kimi də, məsələn, adi bir seansı belə, adi bir hansı bir proqramı belə, məsələn, mənəvi özünüzə belə tərəddüd eləyirsiniz. Yəni mən başa düşmək istəyirəm ki, görüm sizin tərəddüdləriniz nədir? Nədir sizi geri saxlayan? Bax, o saxlayan o duyğu var ha, o saxlayan düşüncə var ha. Sizə aid bir şeylər deyil. Sadəcə sizin o bəlkə də bilmirəm, real həyatda hansısa mütəxəssislə nəyisə uyğunsuzluq yaşamısınız, orada da sizin məsuliyyətsizliyiniz olub ki, həmən mütəxəssisi yaxından tanımamısınız, bəlkə də yaxından izləməmisiniz, yaxından qoşulmamısınız deyə yanılğıya məruz qalmış olursunuz. İndi mən suallarınıza cavab verərək davam edəcəm. Suallarınızı açıram, görüm kim nə yazır və s. Bəli, ümumiyyətlə proqram açıqdır, təşviş yoxdur. Sadəcə bilirsiniz niyə? Mən istəyirəm ki, hər kəs, yəni ki, texnikaları eləsin, faydalıdır. Sonra onsuz da siləcəm. Çünki onsuz da eləməyən insan eləməyəcək. O orada 30 gündə qalsa, 40 gündə qalsa yazacaq ki, vaxtım yoxdur, çatdırmıram, eləyə bilmirəm. Çünki ona lazım deyil. Ona görə 5 gün həqiqətən lazım olan insanlar onsuz da eləyir. Həqiqətən lazım olan insanlar yoxlayır. Yəni məsələn mən özüm də texnika çox işləmişəm. Nə olsun ki, psixoloqam, mən də insanam. Mən özüm də texnikalar çox işləmişəm. Dərindən transformasiya keçib gəlib insanların qabağında oturub psixologiyadan danışa bilirəm. Yəni mən özüm belə təhsillə tək kifayət eləmir. Məsələn, psixoloqlar sizdə qıcıq yarada bilər, aqressiya yarada bilər. Məsələn, bu normaldır. Yəni ki, ona görə 5 gün məncə kifayətdir ki, vaxtı, yəni məsuliyyətli şəxslər üçün, ümumiyyətlə psixoloqa da həmişə məsuliyyətli şəxslər gedir, proqrama da həmişə məsuliyyətli insanlar yazılır. Məsuliyyətsiz insanlar necə olur sizə deyim, günahı başqalarına atır. Nə bilim, psixoloq bahaydı ona görə getmədim, günah atdı psixoloqun üstə. Sonra mama papanın üstünə atır. Mamam belə idi deyə mən də beləyəm, papam belə idi deyə mən də beləyəm. Başqalarına görə çox olur və özünü sabotaj eləyir, yəni özünü aldatmaqla məşğuldur. Özünü aldatdığına görə də nə edir? Gəlmir. Elə düşünür ki, yəni onun hansısa bir addım atması üçün nəsə olmalı idi da, tipa ki, bu getsin. Amma yəni onun istədiyi o şey də olsa, inanın ki, onun üçün effektli olmayacaqdır. Amma məsuliyyətli insan nə edir? Fürsəti görür, dəyərləndirir, deyir ki, okey, sualınıza nəsə yönəlik danışmışdım, getdim. Sonradan qoşulanlar video rekord hissəsinə təzədən baxar. Okey, bilirsiniz necədir? Yəni özümüzü zorlamayaq da. Yəni necə zorlamayaq? Ağlamaq istəyirik, ağlayaq. Pis hiss edirsiniz. Mən məsələn sizə dedim axı, dedim ki, baxın, eləyirsiniz. Özünüzü necə hiss edirsiniz? Duyğularınızı məndən bölüşürsüz, mənə yazırsınız. Nə nəticəniz? Məsələn, bu gün bir xanım yazmışdı, adını çəkməyəcəm. Baxmayaraq ki, xanımın 60 yaş üzəridir. Yəni oturub, yəni mən ondan yaşca, nəvəsi yaşında bir, yəni belə deyək ki, xanımam, məsəl üçün mənə oturub öz duyğularını yazıb, Könül xanım bu praktikanı elədim, Könül xanım bu texnikanı elədim, filan oldu. Mən başa düşdüm ki, filan yaş dövrümdə filan idi. Xanım əməli başda öz üzərində işləyir. Nə olsun ki, yəni burada nə var ki, baxırsan ki, 60 yaş bunu eləyə bilirsə, məsəl üçün 30 yaş plus da bunu eləyə bilər, bölüşə bilər. Yəni eləmişəmsə, nə nəticə alıbsa, siz mənə yazanda mən sevinirəm və görürəm ki, ödənişsiz workshopda nə qədər nəticə var və mən bunu məxfiliyinizi qoruyaraq paylaşa bilirəm və digər insanlar da artıq mənə qarşı müsbət rəy yaranır və belə olan halda mənə müraciət edən müştərilərin sayı da çoxalır. Çünki mən ödənişsiz bu qədər nəticə suna bilirəmsə, ödənişli də deməli daha çox nəticə suna bilirəm və bu da mənə çox xoş təsir eləmiş olur. Ümumiyyətlə belə deyim sizə, eynən, ümumiyyətlə hər şeydən çoxdur, həkimdən də çoxdur. Yəni gəlin bunu belə spesifik danışmayaq, psixoloq, koç deməyək. Məsələn, mən 18 yaşımdan psixologiyanın içərisindəyəm və mənim 28 yaşım var. 10 ildən çoxdur ki, psixologiyanın içərisindəyəm, yerli dibli. Yerli dibli məsəl içindəyəm. Məsələn, elə insan var sonradan gəlir, gedir başqa təhsil alır da, məsəl üçün. Amma mən bunun içində 18 yaşdan bunun içindəyəm. Və ən gözəl belə birinə güvənməyiniz üçün açırsınız onu. Mən niyə YouTube kanalı yaratmışam? YouTube kanalında ödənişsiz nə qədər şey paylaşmışam. İnsanlar baxsın, seçsin. Uyğunamsa mənimlə işləsin. Uyğun deyilsə başqa mütəxəssislə işləsin. Həkim də elədir. 100 dənə həkim var, 100 dənə müəllim var. 100 dənə hamını bəyənir, seçir. Yox. Məsəl üçün özümüzə uyğun müəllim tapırıq, büdcəmizə uyğun müəllim tapırıq, büdcəmizə uyğun həkim. Eyni şey psixoloqa da aiddir, koça da aiddir. Məsələ budur. Yəni bunu şey eləməyək.
də, yəni əgər bir koçla da işləyirsinizsə, siz ondan tələb eləməlisiniz. ICF certificate. Mən məsələn təzəlikcə keçdim, imtahandan uğurla keçdim, beynəlxalq dərəcəli. Bu yaxınlarda ICF-i də aldım. Yəni bu mənim 3-cü təhsilimdir. Bundan qabaq 2 dənə universitet bitirmişəm, en qədər də sertifikasiya keçmişəm psixologiyaya aid, nə qədər də imtahan vermişəm. Onu tələb eləməlisiniz ki, həqiqətən göstər görüm sən koçsan. Yoxsa ki, necə deyim, şam yandırmaqla, ritual eləməklə koç olmur. Onlar sadəcə aldatmadır, yalandır, illüziyadır. Yəni artıq mən düşünürəm ki, hətta gələcəkdə istəyirəm ki, Instagramda belə bir şey olsun ki, bu pasportun ID-sini yazırsan, şəxsiyyət vəsiqəsi, sistemdə düşsün ki, həqiqətən bu dövlətə vergi verir, həqiqətən bu psixoloqdur, koçdur, həqiqətən bunun stajı var. O şəxs girsin Instagrama və insanlarda güvən yaransın ki, hər yerindən durub Instagramda səhifə açıb, psixoloq, koç kimi insanları aldatmasın. Mən düşünürəm ki, bu yavaş-yavaş olacaq. Onsuz da fikir verirsinizsə, get-gedə sizə elə gəlir, çoxalır. Açırlar, amma səhifə müəyyən bir müddətdən sonra geriləyir. Amma davam edən şəxslər davam edir. Yəni bunu da biraz araşdırmaq da lazımdır, baxmaq da lazımdır. Bu da öz yerində. Okey, ürəyim sıxılır, mən layiqəm deyəndə bağrım çatlayır. Hansısa etapda özünüzə yox demisiniz. Sizə kim olmaz deyib. Sizə kim deyib ki, bu sənə olmaz, sən buna layiq deyilsən, sən dəyərsizsən. Baxın, buna baxmaq lazımdır. Siz mütləq şəkildə buna baxın. Yəni ehtiyac varsa bir fərdi sessiya götürün mütləq şəkildə. Öz şəfqət videonuzu izlədim və öz şəfqətlik də baxın, mən ümumiyyətlə danışdığım və dediyim sözlərin arxasında hər birində psixiatrlar və psixoloqların dedikləri dayanır. Çünki təhsilim odur, yəni əsaslı danışır. O şəfqətlini bəlkə də siz bilmirəm, xəbəriniz var, yox. Onu məsələn Amerika psixiatrının məşhur bir məsəl üçün də onun hətta kitabı da var. Məsələn onu hər adam oxumaz. Məsələn mən onu oxuyub, araşdırıb, təhlil edib, elmi əsaslara söykənib, ondan sonra mən onun təlimini insanlara keçmişdim, sonra YouTube-a qoymuşam. Məsələn onun arxasında böyük bir fenomen dayanır. Yəni başa düşdünüz nə demək istəyirəm? Okey, sualınız varsa buyurun cavablandıra bilərik. Yəqin ki, artıq biz birinci hissəni başa düşdük. Norma anlayışı o zaman oturur ki, mən dəyərliyəm, mən yetərliyəm, mən sevilirəm hissini özümüzə inteqrasiya edə bilirik. Bunu tam şəkildə inteqrasiya eləməyimiz üçün də 4 etap keçməliyik. Daxili uşağın şəfalanması, mama-papa obrazı ilə iş lazımdır, daxili qadın və kişi üzərində iş lazımdır və emosiyalarımız üzərində iş lazımdır. Bu dördünün də belə deyək ki, hər birini mən yerləşdirmişəm mənəvi həyat kanalında. Bundan sonra artıq məndən davam eləmək istəsəz, yalnız və yalnız mənəvi həyatlar kanalında davam edə bilərsiniz. Çünki bu workshop tamamilə ödənişsiz idi. Yəni burada olanlar sadəcə 1% idi. Texnikalar sizə yön verdi, praktik çalışmalar sizi məsəl üçün istiqamətləndirdi. Amma daha çoxunu istəyirsinizsə, təbii ki, artıq siz də özünüzə yatırım etməlisiniz. Belə deyək ki, yəni hərəkətə keçməlisiniz ki, daha çoxunu görə biləsiniz və suallarınız olanda da yaza bilirsiniz, hətta ödənişsiz sessiya belə götürə bilirsiniz. 15 dəqiqə mən ayırıram hər müştəriyə, yəni ayırmağa çalışıram ki, baxsın, görsün nədir, nə deyil. Bax bunlar. Məsələn, o ən çox indi mən sizə deyim də, indi ən çox insanların problemi nə deyim, ən çox manipulyasiyadan əziyyət çəkirsiniz. Çünki narsistlər, qost olanlar, bəlirsiz davrananlar, ən çox budur problem. İllüziyalarda çox yaşayırıq, konkret olaraq illüziyadayıq demək olar ki. Çünki illüziyanı qoysaz kənara, həyatınızda yüksək səviyyədə inkişaf baş verər. Yəni mən özüm də uzun müddət illüziyadan əziyyət çəkmişəm. Ümumiyyətlə bir şeyi bir psixoloq atlatmayıbsa, heç vaxt öz müştərisini və ya pasiyentini o şeydən atlata bilməz. Bu mümkün deyil. Sonra cinsel mövzularda çox belə zəiflik, yaralı yerimiz var. Yəni hamısının kökü baza gedir ora. Diaqnostikanı eləmisinizsə, YouTube-da kimsə eləyibsə mənə desin. Eləməmişsə keçin, baxın, görün sizdə ümumiyyətlə hansı etapda o hissədə sizdə qırılmalar var. Eynən, çox gözəl danışırsınız. Mən oxumuşam kurslarda, psixoterapevt, koç, terapevtlər anladım. Bəli. Eynən, mən də sizin kimi. Məsələn, mən 2020-ci ildən, mənim gedin baxın Instagram profilimə, 2020-ci ildən deyirəm. Hələ o vaxt heç mənim dövrümdə koçlar bu qədər yox idi. Yəni belə psixoloqlar belə mən kəşfətdə idim. 2020-ci ildə bir psixoloq olaraq kəşfətdə idim. Səhv eləmirəmsə, 1 il ərzində bir 200-ə yaxın insanla işləmişəm. Özü də onlayn şəkildə. Sonra mən təhsil aldım, sonra mən xəstəlik keçirtdim, Instagramı boş verdim. Yəni ki, kəşfətdən uzaqlaşdım da. Yəni digər mütəxəssislər gəldi, mənim kəşfətim geriyə getdi. Mən 2026-nın təsəvvür edin ki, 6 il sonra, az bir vaxt deyil ki, təsəvvür 2020-də kəşfətdə idim, 6 ildə müəyyən aralıqla belə də yola verdi paylaşımlar etmişəm, kəşfətimi itirmişəm. O vaxt məni insanlar çox tanıyırdı. Bəlkə aranızdan olanlar varsa yanımda ola bilər. 2026-cı ilin fevral ayından mən təzəlikcə başladım.
Hələ 3 aydır görürsüz ki, hələ bu workshopda 60 insandır, amma mən düşünürəm ki, növbəti oktyabr ayına kimi artıq mənim kanalımda 600 nəfər iştirak eləsin. Mən bunu hədəfləndim ki, artıq çox insan işləsin. Mən onu buraxmasaydım 2020-ci ildə, məsələn, indiyə nə qədər insandan daha çox işləyə bilərdim, daha çox nəticə götürə bilərdim. Amma yəni bir şey deyim ki, yəni o 6 il aralıqdan da mən də intensiv şəkildə öz üzərimdə işləmişəm. Çünki insan öz üzərində işləməsə heç kimə nəticə verə bilməz. Əgər bir insanın sizə nəticə verməyini istəyirsinizsə, o insan özünü tam sağaltmış olmalıdır. Yaralı bir insan sizi sağalda bilməz. İşini bilməyən bir həkim sizi düzgün istiqamət verə bilməz. Belə deyək ki, yəni hər bir şeyin öz şeyi var da, norması var. Məsələn, bir müəllim özü 25 dənə düz Azərbaycan dilindən yaza bilmirsə, tələbəsinə heç vaxt deyə bilməz ki, 25 dənə düz yaz. Yəni bir insan özü illüziyadadırsa, heç vaxt pasiyentini illüziyadan çıxara bilməz. Yəni başa düşürsüz də, yəni yetişkin insansınız. Məncə yəni bu detalları mənim toxunmağıma ehtiyac yoxdur. Hər biriniz bilirsiniz. İllüziya odur ki, sən özünü aldadırsan, hisslərini basdırırsan, özünü sabotaj edirsən, aldadırsan. Məsələn, görürsən ki, konkret olaraq atıram da, bir insan sənə hörmətsizlik edir. Sən başlayıb düşünürsən ki, mənim şuuraltımda nə var ki, o insan mənə hörmətsizlik edir. Səhv də elə budur. Günahkarlıq duyğun güclüdür. Məsələn deyirəm. Mənim şuuraltımda nə var ki, yəni başlayırsan özünü ələk-vələk edirsən, təzədən qayıdırsan ona. O insan səni söyür. Mənim şuuraltımda nə var? Məsələn deyirəm, təzədən qayıdırsan ona. Amma reallığı görə bilmirsən ki, bu insan söyüş söyür. Reallığı görə bilmirsən ki, bu insan həqiqətən səni təhqir edir. Gəlib özünü qınayırsan ki, görsən mənim şuuraltımda nə var? Və çox koçların da sizi aldatmasının səbəbi budur. Günahı sizin üzərinizə yükləyir və səbəb olur ki, siz ondan gedib paket alasınız. Nə bilim, kursuna yazılasınız. Və çox gözəl də gedib alırsınız. Təəssüflər olsun ki, bəziləriniz çox. Çünki bəzi insanlara günahkar hiss eləmək sərf eləyir. Günahkar hiss etmək sərf elədiyinə görə gedib alırlar. İzah eləyə bilirəmmi? Onu demək istəyirəm ki, illüziya odur ki, mən reallığı görmürəm, mən reallığı danıram, mən reallığı inkar edirəm. Özümü aldadıram və həyatım əlimdən itib gedir. Təbii ki, buna seanslarla lazımdır düzəlmək və çox da lazımdır ki, iş aparaq ən azı psixoloji inkişaf proqramlarında. Çünki yəni mümkün deyil. Ya proqramla işləməlisən öz üzərində net olaraq, yəni praktik texnika ilə proqramla işləməlisən, ya da ki, mən sizə deyim, fərdi şəkildə seanslarla işləyib aradan qaldıra bilərsiniz. Yəni ki, bu etapı öz üzərinizdə. Mənə kim suallar yazmışsa şəxsdən yazsın. Mənə kim yazmışsa şəxsi suallarını yazsın. Baxın, əgər burada mənə şəxsi sual yazan insanlar yoxdursa, mən onların suallarını cavablandırmayacağam. Çünki məsuliyyət hiss eləmək lazımdır. Mən məsuliyyətli insanları sevirəm. Məsələn, mən özüm də əgər məsəl üçün mənə psixoloqun mənim sualıma cavab verməsi maraqlı olsa, mən zaman taparam, daxil olaram ya da yazaram ki, bu gün üzürlü sayın mən iştirak edə bilmədim, sualıma cavab verin mütləq. Çünki yəni belə. Okay. Sonra görüm nə yazmısınız. Mənəviyyatlarda bu texnikaları atacağam. Onsuz da yəni 5 günlük silinəcək, 5 gün sonra silinəcək. Bu gün sabahdan 4 gün qalır. Çünki mən bilirəm ki, onsuz da məsuliyyətsiz şəxslər eləməyəcək. Məsuliyyətli şəxslər eləyəcək. Yəni ki, sonra inteqrasiya. Mənəviyyatlarda daha çoxu var. Yəni burada gördüyünüz heç nədir. Ora girəndə vəbşi şey olacaq. Ələk-vələk olacaqsınız. Belə şuuraltınız belə silkələnəcək. Nəyi var? Aha. Sonu olar ki, özümüzlə üzləşərik. Özümüzlə üzləşməsək mümkün deyil. İnciməyin, amma qorxu ilə üzləşmədikcə, o dəyərsizlik duyğusunu yaşamadıqca, dibə çökməsəz qalxmaq mümkün deyil. Sonuncu dəfə deyirəm, baxın, mənəvi həyatlar bugündən etibarən 3 gün qeydiyyat açıqdır. Cəmi 3 gün vaxt verirəm. Kim qeydiyyatdan keçsə, onları alacağam. Ya yaza bilərsiniz ki, məsələn, bron eləyirəm və yaxud da yaza bilərsiniz ki, sadəcə hə, indi qoşuluram. Okay, 3 gün vaxt verirəm. Çünki mənim niyyətim burada nəsə deyil, həqiqətən mən fayda sunmaq idi. Zaten YouTube-da da dəyərsizlik workshopu qaldı. Sizdən sonra neçə min insan izləyəcək. Yəni onsuz da oradan sonra gələnlər çox olur mənə. YouTube-dan onsuz da daha çox insanlar yazır. O heç. Mənəvi həyatlarda birinci hissə səninlə terapiyadır. Burada daxili uşaqlıq travmaları ilə iş, ana-ata bağları ilə dərin iş, günahkarlıq, ayıb-eyib duyğuları, güvən duyğusu, sağlam uşaq böyütmək, hətta valideynlər üçün terapiya və texnikalar var. Bunu dərindən işləyirik. Hamısı əsaslanır. Psixiatrlara, psixoloqlara əsaslanır. Spirituallıq deyil, koçluq deyil. Elmi əsaslı mənbələrdir. Yəni ki, buna tam arxayın ola bilərsiniz. Praktik cəhətdən yazmışam, özüm yaratmışam. İkinci öz sevgidir.
Yalandan davamlı olaraq yalan, aldanılma, rədd edilmə, daha çox rədd edilmə duyğusu, yoxa çıxma, kimsə yoxa çıxır, bir gün gəlir, 5 gün gedir, aqressiya, dəyərsizlik, yetərsizlik, ehtiyaclarını bilmirsənsə, aslı münasibətdəsənsə, pula görə, sevgiyə görə, sonra belə deyək ki, narsistlər, abuz insanlar, egoist insanlar, cinsəllik, ancaq kişilər mənə cinsəlliklə yazır, ancaq qadınlara cinsəl marağım var. Bunların üzərində işlənilir. İkincisi isə mənəvi həyatlarda praktik. Üçüncü isə mus yazmışam. Münasibətdə uğursuzluq sxemləri. Burada artıq sən seçirsən ki, mən uğurlu münasibəti necə qurmalıyam? Bütün uğursuz tərəfləri sökürük, yığırıq təzədən. Maddi, intellektual, fiziksel, cinsel tərəflərə baxırıq. İtirmə duyğusu üzərində işləyirik. Toksik münasibətlərdən çıxırıq. Şuuraltı gedir burada, rədd edilmə duyğusu, dəyərsizlik, tərk edilmə və s. Uğurlu münasibət necə qurulur? Ona baxırıq. Enerji nədir? Çox adam enerjini spirituallıqla qarışdırır. Enerji bu deyil. Buna resurs da deyirlər, buna enerji də deyirlər. Bunun psixoloji mənası var, ayrıdır. Yəni psixoloq kimim? Mən burada sizə sırf psixoloq kimi işləmişəm, coach kimi yox. Yəni bu psixoloji bir proqramdır. Ona görə mən psixoloji bir proqram deyirəm. Məsuliyyət duyğusu çox insanda yoxdur. Ona görə də evlilik alınmır, münasibət həyatı qura bilmirsiniz, davamlı xaotik bir vərdişdə olursunuz. Enerjimlə necə münasibət qurum? Yəni bu. Bu üç modulun hamısı mənəvi həyatlarda var. Yəni mən gələcəkdə mənəvi həyatların inşallah ki, kitabını çıxartmağı düşünürəm və qiymət meyarında dəyişməyi fikirləşirəm. Yəni ona görə 3 gün sadəcə qeydiyyat açıqlayacağam. Kim qoşulmaq istəsə, buyurub qoşula bilər. Yəni belə, ödənişsiz hissə də bura qədər idi. Hər birinizə təşəkkür edirəm ki, zamanınızı ayırdınız, iştirak elədiniz. Mən də çox sevinirəm ki, cəmiyyətə fayda verə bildim. Ən azı doğru bir mütəxəssis fonunu göstərə bildim ki, necə olur, necə sual verə bilir, necə insanla işləyə bilir və buna çox sevindim də yəni. Belə. İndi görüm suallarınız varsa cavab verirəm və 5 dəqiqə yekunlaşıram. Hər birinizə uğurlar arzu edirəm, amma sizlə əlaqəm qalacaq qruplarda, yəni suallar verəcəm və 5 gün ərzində sizi yoxlayacağam, görüm etmisiniz, etməmisiniz, nəticələrinizi gözləyəcəm. Sonra geri dönüşlərinizi gözləyəcəm. Yazın məni mənəvi həyatlara, əziz psixoloq. Sizə əhsən. Baxın, bəyimizdir. Xanımlar elə bilir ki, beylər işləmir. Mənim 3 dənə konkret bəy müştərim var ki, net şəkildə özlərində işləyir. Xoşdur Türkan xanım çıxan. Bəli, Telegram təəssüf ki, olmalıdır. Çünki mən onu WhatsApp-a atsam, hansısa insan onu götürüb adımdan sui-istifadə edib müəlliflik hüquqlarıma zidd verəcək. Ona görə ancaq Telegram ən uyğunudur və ödənişsiz əslində mən paylaşmalı da deyildim, amma mən sundum. Yəni 5 gün fayda sundum. Çox insan indi başa düşmür. Elə bilir ki, nə bilim meditasiya deyil, texnikadır. Orada mənanı başa düşən insan mənə nəticəni deyəcək. Bir xanımdan nəticə gəlib. Amma başa düşməyən prosta deyə meditasiya ayrı şeydir, spirituallıqla qarışdırmayın. Çünki bir vaxtlar yalancı koçlar var idi, sağ olsun polislərimiz. Onları qəşəng cərmələdilər, yığışdırdılar. Ortada da orijinal psixoloqlar qaldı. Yəni elə şeylərin başını buraxın. Yəni psixologiya dəqiq, net elmdir, məntiq elmidir. Ona görə şeydir. Telegramınız yoxdursa yüklüyün. Xeyr, mən WhatsApp atmıram, çünki müəlliflik hüquqlarıma ziddir. Ziddir. Telegrama ödəniş ödəyin, qoşulun. Məncə ucuzdur, 2 dollardır, 4 dollardır. Yəni özünüzə eləyirsiniz də. Yəni mənə eləmirsiniz ki, məsəl üçün. Proqrama da alsınız, özünüzə eləyirsiniz. Mənə eləmirsiniz ki, özünüz nəticə götürəcəksiniz. Travmanın yada salıb qurtulma bir dəfəlik olur. NLP nədir? Aha. Bunlar artıq biraz biz travmanı yada salmaq deməyək. Ümumiyyətlə travma anlayışı fərqli ola bilər. Yada salmırıq. Bizə yada salmaq lazım deyil. Texnikada var. Texnikanı edin, başa düşəcəksiniz nə demək istədiyimi orada. Amma beləncəsinə mənə baxıb nəyisə özünüzdə eləmək istəyirsinizsə, qeyd edim ki, mənim təhsilim var. Yəni mən sübutlu təhsilim var deyə mənə kimsə şeyə sala bilməz. Çünki mən təhsil alıb gəlmişəm də bura. Məsələn, özümdən nəsə deməyə ixtiyarım yoxdur. Təhsilə əsaslanıb. Məsələn, çox görürsüz ki, bəzən görürsüz ki, məndə də olur. Bəzi psixoloqlar girir, məndən nəyisə oğurlayıb özünküləşdirməyə çalışır və o insanlar, başqa insanların psixikasına ziyan verə bilər. Çünki olmaz. Sən onun təhsilini almalısan və o texnikanı yazanda da başa düşməlisən ki, o texnikanı yazan, məsələn, asılıqdan çıxış texnikası. Orada fərqindəlikdir birbaşa. Yəni sizə belə şey gələ bilər ki, yəni elə bir şey deyil də, o texnikadır. Çünki insan psixikasından işləyirəm və məsuliyyət daşıyıram. Yəni onlar dinləyin, texnikaları eləyin, gəlin, başa düşün, şuurumuz açılsın.
Mən sizi çoxdan tanıyıram Kömür xanım. Neçə il həvəslə qoşdum və sizinkiləri idi. Çox minnətdaram, çox sağ olun. Məsələn, Lalə xanım adını deyirəm çünki uzun müddətli müştərilərdən biridir. 2025-dən tanışıq. Özdə hardan? Telegram kanalımdan. Çerez necə tapıb bilmirəm. Elə müştərim var, gedir YouTube-dan məni tapır. Elə insan var Instagram-dan tapır. Elə insan var WhatsApp-dan tapır. Yəni olsun. Okay, baxıram suallara. Belə. Mən psixologiya kursu bitirmişəm. Əslində hər kəsə kurs bitirmək kifayət eləmir ki, transformasiya dəyərini öz. Mən də məsələn bir vaxtlar, yəni olsun psixologiya təhsilim vardı, amma mən şuuraltı ilə işləyəndən sonra, özümü kəşf edəndən sonra mən artıq başa düşdüm ki, mən kiməm. Özüm üzərində işləyə bilmirəm. Məsələn deyirsinizsə, özümə qarşı belə deyirəm. Orada sizdən, indi mən sizə burada açıq demək istəmirəm də, mümkünsə ödənişsiz konsultasiya yazın, sizə deyim. Sizin orada üzləşə bilmədiyiniz bir məsələ var. Onu çözsəz, lap yaxşı da ola biləcəksiniz. Amma psixologiya kursu işi deyil, təhsil işidir. Təhsil, rəsmi, dövlət, hüquqi, statuslu. Ha, 2023-də də mənim vebinarım var. Hə, 2023-dən option mən məşğul. Özümün xəbərim yoxdur. 2023-dən deyəsən mən hə kanallar, şeylər falan yaratdım. 2025-də YouTube kanalı yaratmışam. 2026-da da Instagrama gəlmişəm. İnşallah indən sonra da daha çox rastlaşarıq, görüşərik. Belə. Hər birinizə təşəkkür eləyirəm. Çox sağ olun. Texnikaları eləyirsiniz, praktik çalışmaları eləyirsiniz. Suallarınız olduğu təqdirdə bu mövzu ilə bağlı şəxsdə yazırsınız. Nəticələriniz olduğu təqdirdə bölüşürsünüz. Mənəvi həyatlarda keçid etmək istəyirsinizsə 3 gün ərzində qeydiyyat açıqdır. Qeydiyyatda təsdiqləyirsiniz və keçid eləyirsiniz. Fərdi şəkildə sessiyaya yazılmaq istəyirsinizsə 15 dəqiqəsi ilkin etapda ödənişsizdir və s. Belə. Hər birinizə sağ olun. Gecəniz xeyrə qalsın.